Salam dostlar, xoş gördük. Bir ayrı gündə xidmətinizdə Azərbaycan milli fəallar üçün jurnalist dərslərinin 16-cısı ilə və bunun da bu dərsində birinci bölümü teori bölümü ilə. Jurnalist əmanətdardır ya əmanətdar deyil. Bu bir məsələdir. Və bunu bizə danışqahlarda öyrədirlər ki, biz əmanətdarıq. Amma əmanətdən mənzur nədir? Yəni biz hər nə bir adamın ağzından çıxır, onu yazmalıyıq, onu millətə deməliyik, yoxsa onu bir ədəbi şəkildə ya bir düşünmə bilər ya düşünməyə qabili olan bir şəkildə yazmalıyıq. Hətta fars dilində o adamlar ki danışırlar, ya türk dilində o adam, bəzi adamlar danışırlar, mütəəssifanə bunların cümlələri düz olmur. Fikirlərini deyənmirlər. Bu bir həqiqətdir. Hər halda çoxlu adamlar da iş üstədirlər, əslən cümlələrini quramırlar. Harda qalarlar ki, yazalar. Hətta bizim bəzi yazarlarımız var, onlar yazı üzündən danışmasalar danışamırlar. Yəni, məsələn, Günas TV-yə hətta qonaq çağırmışıq bəzən. Adam görmüşük ki, kağız üzündən başqa danışamır. Yəni, kağaza baxa, danışa, o da elə bir ki, bir dənə uşaq gedibdi təxtə siyahın qabağına, o mədrəsədə uşaqlığımız dövründə qara təxtənin qabağına gedibdi, orada istəyir inşa oxuya. Hər vaxt başını qozlayıb bir yerə baxanda yadından çıxır ki, hangi sətridəydi, haradaydı, hangi sözdəydi. Elə ağa icazə ilə gələk başlaya, bu başdan o başadan. Mütəəssifanə bu modern camiənin ki, onlarda ruznamə, məcəllə, media, radio, televizyon var və sosial şəbəkələr var. Bir çox məsullar bu dövr üçün məsul deyirlər. Yəni, onların savadları və düşüncələri bu dövr üçün deyil. Əvvələn, hər məsul, məsələn, Erdoğan ya Almanın başbakanı ya Amerikanın başbakanı o zaman ki, gəlirlər medianın qabağına ya əslən mediadan uzaqda danışırlar, deyirlər ki, mən istəyirəm titr olan. Yəni, mənim sözüm titr olmalıdır. Trump əgər bir dənə tweet eləsə, istəyir o titr olsun. Cümləni elə qurur ki, ondan rahat titri çıxsın. Tamam müdürlər də bu cürdülər. Hamı danışanda dəqiqən deyir ki, mən istəyirəm nə qədər yer alsın. Bu da buradan gəlir ki, bunlar medianın əhəmiyyətini bilirlər. Media dili ilə danışmağa çalışırlar. Bilirlər, hər adam ki, mediaya gəlmədi, unutular. İşləri də unutular. Amma o adam ki, mediadadır, sözü ilə gündə mediadadır, o müğeyyəti günü-gündən təhkimlənir. Amma nə cür gərək media dilinə gəldilsin? Jurnalistlərin bir işi budur ki, bu insanları media dilinə gətirsinlər. Onun üçün də bu Avropada, Amerikada bəzi insanlar vardı, mediaya çıxmaq başarmazlar. Onların bir media müşavirləri olar, onlara yazı yazar, deyər, sən hangi sözü nə cür deyəcəksən ki, o mediada yayılsın. Onun üçün görürsün, məsələn, Trump bir dənə suxənranlıq edir ya bir yerdə danışır, içindən 50 dənə titr çıxır. Əli Xameneyi danışır, titr vurmaq olmur.
Filan ustandar danışır, titr vurmaq olmur. Cümlələri qarma-qarışıq. Biz də bunları bəzi dərslərimizdə jurnalistlərə işgal tuturuq. Niyə? Çünki jurnalistimiz bir şey öyrəcək. Mən əmanətdaram. İstər əgər bu adamın ki danışıbdır, bir kəlmə sözün dalı-qabaq eləsən, mənə deyirlər əmanətdar deyilsən, təhrif eləmişsən, filan eləmişsən. Hətta bir zaman İnqilabın əvvəllərində 57-dən sonralarda Haşimi Rəfsəncani prezident olanda zətdə ya belə bu başacan dağın zirvəsinəcən getmişdi. Yəni çox zirvəyə qalxmışdı. Yəni deyirdi ki, mənim məsələn demişəm, dərsən yazmışsan əz məsələ. Ağa, sən düzəməlli danışmamısan, mən də gərək bunu düzəməlli yazam. İndi xəbərnigar, sadə bir xəbərnigar, mühafizəkar xəbərnigar o adamdan ibarətdir ki, hər hadisəni, hər xəbəri, hər bir məsələni nə cür ona quzarış olur, ya nə cür o görür, onunla gedər. Yəni, hikayət elər. Bir dana dürbün-i əkkasiyə bənzər ki, o ləhzədən əks alıbdır, ya bir dana filmi çəkibdir. Elə onu qoyar insanlar da baxar, tikrar. O birisi jurnalistlərə tay ki, özünə taydır, heç fərqi olmaz. Bunların hamısı bir-birinin fotokopusudular. Nuşabə karxanasına bənzirlər ki, bunların hamısını bir cürə dondular, bir istandardla qatıblar, qatışdırıblar, doldurublar şuşəyə. Heç fərqləri yoxdur. Özlərindən bir iradələri yoxdur. Fikirləri yoxdur, yaradıcılıqları yoxdur. Nə ədəbi, bilirsiniz, xəbərnigarlıq bir tərəfdən də ədəbi yaradıcılıq sahibi olmaqdır. Hər bir nevisəndə ya kitab yazarı, ildə, 2 ildə, 5 ildə, 10 ildə bir kitab yazar. Hər şair ayda, ildə bir neçə şeir yazar. Amma bir gazeteci, bir jurnalist hər gün, bəlkə hər saat bir şey yazmaq məcburiyyətindədir. Bunun üçün insanlarla çox ilgidədir. Ədəbiyyata və ədəbiyyatın camiənin zehnində şəkilləndirməyə çox rolu var. Yəni, jurnalist həm ədəbiyyatı yaradır. İndi nə ədəbiyyatı? Məsələn, şair fəqət şeir yaradır. Şeir sahəsində bir şey deyir. Bir hikayə yazan, hikayə sahəsində bir şey yazır. Bir roman yazan da roman sahəsində bir şey yazır. Təbii ki, o roman yazan tüm müşəxəs bir insanlar üçün yazır. Bir ədəbiyyat orada yarada bilir. Amma bu ədəbiyyat nə qədərdir? Məsələn, İran fars dilində yüzlər, bəlkə onlar min yığsaz indi geçən 100 ildə bəlkə bir 50 min adda roman kitabı var. Amma niyə bu fars mediasında, fars dilində ədəbi bir dil düzəlməyibdir? Yəni, dil ədəbi dil deyil. Ədəbi dilin şahkarı ilə Hafizdir, Sədidir. Və hətta son zamanlarda bir-iki nəfər taza şairlərdən, o cümlədən Usta Şəhriyardır. Qalanları o cür deyirlər. Yaradıcı deyirlər. Ədəbiyyatda bir şey... Amma ədəbiyyat sadəcə şiirdən, hikayədən ibarət deyil. Ədəbiyyat hüquqda da var, siyasətdə də var, elmdə də var, fizikdə də var, şimdə də var, ulum insanidə də var, nə bilim, amarda da var. Hər yerdə ədəbiyyat var. Onların hər elmin özünün bir dili, bir ədəbi dili olmalıdır və bunu jurnalistlərdirlər ki, yaratmalıdırlar. Jurnalistlərdirlər ki, camiənin, umum camiənin damarları onların əlindədir, tuturlar və bilirlər ki, okey, mən indi bu camiədə nə cür bir iş görə bilirəm ki, o yaygınlaşsın. O xəbərnigarlar ki, hikayətgərdirlər, sadəcə bir hadisəni görürlər, bir təsadüfi görürlər, durduqları yerdən tərpəşmirlər. Çünki tərpəşsələr, məsələn, deyək ki, sağ tərəfdə durublar, təsadüfi bir cür görürlər. Qabağa geçsələr bir cür görəcəklər, dalıya geçsələr bir cür görəcəklər, sol tərəfə geçsələr bir cür görəcəklər. Bunların baxışları dəyişiləcəkdir və oradan aldıqları ittilaat, məlumat da dəyişiləcəkdir. Və bu görürsünüz, elə bu balaca bir misal görsədir ki, insanların cəhandinisi ya ideolojisi də
zaviyəni dəyişdirməklə dəyişirlər. O hangi açıdan baxırdıq, o açıdan çıxıb bir ayrı açıdan baxanda dünyamız dəyişirlər. İllədir bu ki, bizlər ideolojilərimiz ya baxışımız çox dəyişmir, çünki açımızı dəyişdirməyə cəsarətimiz yoxdur. Bəzi cəmiyyətşünaslar deyirlər ki, insanlar bir neçə dəstədirlər. Bir o qrupdur ki, mütəəssifanə ya xoşbəxtanə yerə bağlıdırlar, əkinçilər. O adamlar ki, əkinçi tipindədirlər, yerə bağlı tipindədirlər, onlar mühacirət eləyə bilməzlər. Quşlar iki cürədirlər, eyni insanlar. Bir, onlar ki, mühacirət elərlər, köçücüdürlər. Bir, onlar ki, sakindirlər. Sakin quşlar, məsələn, qarğa kimi, gecələ kimi, bunlar yerlərini dəyişdirməzlər. Bir mühitdə illər boyu, ömür boyu yaşarlar, oradan çıxmaq onları qorxudar. Heyvanlar da bu cürdürlər. Bəzi heyvanlar var, apartman heyvanıdır, bəzi heyvanlar var, eşik heyvanıdır. Apartman heyvanın qəfəsə də qoysan, çıxassan, səhv edir, bağrı çatdır. Bizim pişiklərimiz vardı, vaqəən bu cürdürlər. Yəni, bu deyir ki, mən evdən çıxsam ölərəm, məni öldürün, evdən çıxatmayın. İnsanların bir iddəsi də bu cürdür, mühacirət əhli, köçmənlik əhli deyirlər, onlar köçündən müxalifdirlər. Fikirləri də bu cürdür. İnsanların fikri də, bir də insan hazırlığı var, fikrini dəyişsin. Bir də insan fikrini dəyişməyə əslən imkan yaratmır. Hər cürə fikir dəyişmək imkanı ilə müxalifət edir. Jurnalistlər ki, bir hadisədə zaviyəni, açını dəyişdirə bilmirlər, sağdan sola geçənmirlər, bunlar hekayətgərdirlər. Hətta zaviyələrini dəyişdirsələr də, açıların dəyişdirsələr də, yenə də bunlar hekayətdirlər. Sadəcə tutidirlər ki, bir şeyi onlara deyilib ya görüblər, onu daimən təşkil edirlər. Eyni sözlərlə, eyni heç bir cürə ədədi yaradıcılıqları da yoxdur. Fikr olsun, bir fərdi danışır, onun sözü olsun, bir kitabı, bunlar elə o kitabdan götürərlər, nəqli qol elərlər. İranlılar da ümumən bu mütəəssifanə bu mərəz var. İran mediası, məsələn, indi şey olubdur da, yəni hər kəs istəyir deyək ki, mən savadlıyam, mən roşən fikrəm. Bir 10 dana, 15 dana cümlə doğrudan yalandan. Filan kəsin adına internetdə yayılıbdır. Adamlar əslən bir kitab oxumayıblar, görərlər ki, o sözü deyənin sözüdür, yoxsa bir nəfər özü yazıb qoyub orada. Mən çox diqqət edirəm, biz uşaqdıq mədrəsədə, görərdin ki, bir gün, məsələn, bir dana uşaqların biri bir kağız gətirdi, cıqqılı yazıb üstündən 10 dana yazıbdır. Verir adama, bunu verirəm sənə, yaxşı, 10 nəfərə verirdi, açırdın, oxudun, yazıb ki, bunu oxudun, 10 nəfərə yazıb verməsən, məsələn, filan bəla gələcək başına, ya müşkülün həlli olmayacaq, filan bəhman. Adamlar da buna inanırdı, götürürdülər, oturdular, yazırdılar. İndi həman sözü internetdə. Birdən görürsün, Facebook'un adına yazırlar ki, məsələn, Facebook pullu olacaq, siz bunu 10 dəfə yazın, 20 dəfə göndərin ta şey olsun, pulsuz olsun. Güya ki, məsələn, Facebook'un müdürü istəsə bunu bir rəsmi bəyaniyə kimi elan eləyə bilməz. Amma adamlar bunu yazırlar, qoyurlar onu, bir də insanları oynadırlar. Görək ki, bunların nə qədər əqilləri var. Və bir də insanlar əslən fikir vermədən bunları yayarlar. Bunlar həman o adamlardırlar ki, heç cürə başqa fikirləşənməzlər. Bunlar hər nəyi gördülər, onun içinə cumarlar. Bir qarışqa kimi düşsələr bir suya, orada boğularlar. Oradan çıxmağa imkanları yoxdur. Bunlar fikirlə bəşə əmanətdarlıq budur. Əmanətdarlıq bu deyil. Amma biri də yazarlar var, jurnalistlər var, bunlar mütəfəkkirdirlər. Bunlar açılarını dəyişdirərlər. Bunların zehni açıqdır, düşüncələrini dəyişdirərlər. Düşüncə baxışların, düşüncə açılarından geçirərlər. Sağdan sola gedərlər. Mən dünən necə belə baxırdım, indi bir ayrı cür baxım. Dünən necə müsəlman baxırdım, indi şiə baxırdım, indi sünni baxım, indi Məsihi baxım, indi Yahudi baxım, indi bir ayrı dində baxım. İndi dinsiz baxım.
İndi şeytan kimi baxım, indi Allah kimi baxım, indi bir dəstgah kimi baxım, indi bir alim kimi baxım, bir şimis kimi baxım, yəni bir də insanlar çox rahatca zehnilərində bu imkan var. Bunlar roşən fikirdirlər. Bunların zehnilərinin qapısı açıqdır. Həm içəriyə girməyə, həm içəridən çıxmağa. Bunlar zindana sığmazlar. Bunlar o adamlardılar ki, bizim o şairimiz deyir ki, məndə sığar iki cahan, mən bu cahana sığmazam. Bunlar o adamlardılar ki, bu cahana sığmazlar. Hətta bu iki cahana sığmazlar. Bunlar onlardılar ki, yaradıcıdırlar, xəllaqdılar, xiyalların, arzuların qura bilirlər. Və ha belə, xiyallar iş qurublar bunların içində, onları münfəcir eləyib partlada bilirlər. Hətta öz xiyalların, bir zaman ki bildi iştibah yol gedibdi, çox rahatlıqca, məzrət istəyirəm, iştibah eləmişəm, partlada bilir. Bunlar, bəzi adamlar, kişi, arvad fərq eləməz. Görürsünüz, ailədə bir söz çıxıbdı, savayışıblar 10 il bundan qabaq. 10 il hər həftənin başında onu bir təkrar elərlər. Yəni bir acı söz gələndə ortaya, o başdan 10 il bundan qabaqdan başladılar, bu cünəcəni təkrar elərlər. Yəni bir dənə bunlar filmi müstənəd düzəldirlər, hər dəfə də onu izafə edirlər, hər zaman ki bir müşkil çıxdı, 10 il bundan qabaqdan qoyurlar hamısını bir sürətinə mürur edirlər. Bunlar həman adamlardılar ki, qapıları bağlıdır. Böyük insanlar, ziyalı insanlar həmişə getəcəyi qayarlar qalar getəcəkdə. Özlərin getəcəkdə zindanı eləməzlər, məhbus eləməzlər. Bəlkə zindanın qapısını bağlarlar, çıxarlar eşiyə. Mən zindanda deyirəm. Mən zindanda qalan deyirəm. Mən zindana sıxılmaram. Hətta yaşayışımın getəcəyinin zindanında. Bunlar mühərrikdirlər. Bunlar hərəkət edirlər, fikirləri, savadları, düşüncələri və yaşayışlar. Mən mütəəssifanə bu dəstədənə, mən bir torpaqda qala bilmirəm. Mən çox sevirəm dünyanı dolanam. Hər yeri gedəm görəm, hər yerdə qalam, hər yerdə yaşayam, hər yeri təcrübə eləyəm. Yeməklərin, danışıqların, görməklərin, dünya görüşlərin, inkişafların falan və hər yerə gedirəm, ləzzət aparıram. Amma bir də insanlar səfərdən, müsafirətdən qorxarlar. Bu insanlar ki, qorxmurlar, bunlar mühəndisdirlər. Bəzi mühəndislər, adları mühəndisdir, amma bunların ömür boyu bir, məsələn, İranın binalarına baxsaz, saxtımanlarına baxsaz, ömür boyu çox orada fərqli saxtıman görməzsiniz. Mühəndislərin hamısı bir karxanadan çıxırlar, bir zehniyyət ilə çıxırlar, hamısı ustadları nə deyib, onu öyrəşiblər, ondan izafi bir iş görənmirlər. Amma bəzi ictimalar vardı, girirsiniz orada görürsünüz ki, məsələn, Chicago'da mən gördüm, Washington'da gördüm, hətta Washington da o qədər yaxşı deyil, Toronto'da gördüm, Almanda gördüm, Czech Republic'də gördüm, Türkiyədə də o qədər yoxdur. Tənəvvü yoxdur memarlıqda, bina düzəltməkdə. Adamların zihni camid olubdur, donubdur. Bir şeyi copy-paste edirlər. O, Bakının 4 dənə saxtıman vardır, lalə kimidirlər. Onu, məsələn, niyə hər adam ona bənzər yüzlərcə fərqli bina düzəldənmirlər? Torontoda bir növ tərrahlıq edib, elə bir yel vurubdur, bir dənə saxtımanı fırlandılıb beləsi. Saxtıman fırlanıbdır. İçi də o cürdür. Bir də insanlarda fərq eləmir. Mühəndisdir, döhdürdür. Döhdürlərdə çox az döhdür var ki, eləyə bilə özü bir əməli başlaya deyə, okey, mən buradan bu işi görəcəm. Elə öyrəşib ki, məsələn, qulağı bu cür əməl elərlər, da ayrı cür əməl eləməyi düşünəmir. Elə jurnalist də bu cürdür, yazar da bu cürdür. Bunlar bir növ xətti fikrini tuturlar, ondan eşiyə çıxamırlar mütəəssifanə. Amma bu əmanətdarlıq deyil. Bu, bir dana
çərçivənin, bir dənə fikrin, bir dənə düşüncənin, bir dənə xəbərin, bir dənə hadisənin içində boğulub ölmək və zindanı olmaqdır. Bir də insanlar buna iftixar edirlər ki, mən bunda boğulmuşam. İnqilabi müntəqid jurnalist bir az adca fərqli baxır. Adca, yəni çox fərqli dəyişdirməm. Amma inqilabi jurnalist o adamdır ki, eləyə bilir, dəyişdirsin. Ayrı, əslən, birdən zaviyyəsini dəyişdirir. Lazım deyil, mən hətmən yer üzündə bu hadisə maşın təsadüf eləyibdir. Mən bunun dövrəsinə fırlanam. Üstünə də çıxa bilirəm. Gelib həmsayədən ev sahibindən icazə alıb üst təbəqədən də baxa bilirəm. Uzaqdan durub baxa bilirəm. Biraz dalı gedərəm, görürəm ki, bu təsadüf hardan başlanıbdır, tormuz hardan tutulub, hardan tutulmayıbdır. Gedim bu adamın zehninə, görün bu adam nə yiyibdir, nə içibdir, ruhiyyəsi nə cürüydür. Maşının girim içinə, maşının sistemi nə cürdür, bunlar işləyib, işləməyib. Yəni, açını dəyişdikdə görürsünüz ki, dünyanı bir ayrı cür görür. Bu əmanətdarlığa rəbti yoxdur. Əmanətdar odur ki, məsələn, bir dənə suxənranlıq eləyib Xümeyni, Xameneyi, Həsən, Hüseyin, İnsafəli, onun bir cümləsi çox mühümdür İnsafəlinin zehnində. Onu dırnaq arasında gətirir, qoyur, yəni bu söz %100 bu adamın ağzından çıxdı. Qalanın öz fikri ilə onu, dünya baxışın, onun dediğin öz fikri ilə bir ədəbi şəkildə yaradır. Mütəəssifanə xəbərnigarlığın %99'u döktürlük kimidir, mühəndislik kimidir. Yəni %99'dan da çoxu bəlkə copy-paste'ə inanırlar. Heç cürə yaradıcılıqları yoxdur. Bunları ədəbiyyatda heç bir yenilik gətirənməzlər. Yəni ruznaməçilik, qazetəçilik, jurnalistlik ədəbiyyatında heç bir tazalıq gətirənməzlər. Niyə ki, bunlar fərqli görməyi başarmırlar? Siz istəyirsiniz fərqli görəsiniz, Mevlana'nı oxuyanda oynursunuz ya yox. Mevlana eləyə bilir ki, düşüncələrin elə yazsın ki, sən durub oynayasan. Hər bir adam onun ruhu əhvalında eləyə bilər, onu oxusun. Yəni, bəzən secahla lazımdır, bəzən hızlı, sürətli, ritmlə oxumaq lazımdır. Yəni, onu oxuyanda görürsən ki, o hal həvanı alırsan. Mevlana bu günləri rəvani cəhətdən hangisındadır? Ağlamaq istəyir, gülmək istəyir, uçmaq istəyir, oynamaq istəyir, qucaqlaşmaq istəyir, öpüşmək istəyir. Bunların hamısının o yazıdan, yazının temindən. Nəinki yazının özündə yazır ki, mən öpmək istəyirəm. Yox, o içəridə olan qələyanı, həyəcanı elə edir ki, sonucu çıxır. Bu ədəbi bir yaradıcılıqdır. O Sədi də hansısı deyir ki, ətr o deyil ki, özü deyə, əttar deyə, ətr odur ki, özü deyə, özü iyi verə, qoxu verə. Bizim də jurnalistimiz, iddiai jurnalisti bir şeydir, onu fərqli yazmaq, düşünmək bir şeydir. Bəs bunun üçün biz gərək fərqli, mütəfavit fikirləşək, mütəfavit görək, mütəfavit düşünək və müqəllid olmayaq. İndi xəbər nədir? Gələk buradan bu yüzden yetişirik. Biraz xəbərlərimizdən, xəbər özü nədir? Xəbər hər bir ittifaq ya hadisədir, ya hər bir sözdür, eşidirik, ya görürük. Ki, ya düşübdür, ya düşüb halındadır. İndi zamanı İranda 3 yerə bölürlər. Mazi, yəni geçmiş, hal, yəni indi, ayəndə, yəni gələcək. İndi, geçmiş, yəni 1 saniyə bundan qabaq, 1 milyonu saniyə bundan qabaq geçibdir. Yəni, hər an ki, mən sizinlə danışıram, ağzımdan hərflər, kəlmələr cümləyə çıxır. O hərflər ki, ağzımdan çıxır, ta ki, cümləyə çevrilə, hər hərf özü bir mazidədir, geçicaqdadır. Bəs hal ha zamandır.
o hərfi ki mənim ağzımdan çıxır, məsələn deyirəm ast, ya bu, i, u, vav, bu, u. Elə bu ki ağzımdan çıxır, geçəcəkdir. Ha zaman gələcəkdir. O iki hələ gəlməyibdir. U ki deyəcəm. Bu ilə U-nun arasında fasilə də yoxdur. Bu gün getdi. Yəni bu ağzından çıxan zaman getəcəkdadır, U gələcəkdadır. Bunların da arasında 1 milyon saniyə belə vaxt yoxdur. Deyək ki, bunların arasında 1 milyon saniyə vardır. O 1 milyon saniyənin hər bir hissəsi ki ağzından çıxır, getəcəkdir. İndi fikirləyin ki, mən burada saatı qoysam, saata baxaq, saniyələri sayır. Hər saniyə ki geçdi, geçəcəkdir. Gəlməyibsə gələcəkdir. Hal hardadır? Hal yoxdur. Hal təxəyyülü bir şeydir. Gündən çıxıbdır. Fikir yox ki, gün sübdən axşamdan sabitdir, ya gecəsi sübdən axşam, gecə axşamdan ta səhərəcən sabitdir. Onun üçün biz hal yaratmışıq. Yəni bu gün. O halda ki, bu gün ya geçmişdir, ya gələcəkdir. Çinlilər belə inanırlar. Zamanda iki zaman var. Ya geçəcək, ya gələcək. Hal yoxdur və hal istimrarı əslən yoxdur. Mən yeyirəm. Amma birazını yemişəm, birazını da yiyəcəm. Hələ yemirəm. Mən yazıram. Birazını yazmışam, birazını da yazacağam. Vəsətdə yazıram yoxdur. İndi biz gərək xəbər odur ki, ittifaq düşübdür. Biz görürük. Və o iki görəcəyik. Amma o şeylər ki gələcəyə görə vədə verilir, ya həds vurulur, güman gedir, zənn gedir ki, gələcəkdə üz versin. Bunlar xəbər deyirlər. Bunlar hədsi gümandılar. Rəis-Cümhur Türkiyə ehtimalən Amerikaya gedəcək. Gedəcək. Hətta gedəcək. Amma bilmirik ki, bəlkə bir hadisə düşdü ki, getmədi. Bir ayrı yerə getdi. Qəti deyil. Xəbər o şeydir ki, qətidir. Gələcəyin ki, propagandadır, təbliğatdır. Rəis-Cümhur filan yerə gedəcək. Gedəcək, hələ getməyibdir, nə olsun yəni. Onu təbliğ edirlər, zehinləri hazırlayırlar ki, burada bir mühüm ittifaq düşəcək. Onun üçün biz çoxlu gələcək üçün xəbər yazmayacaq. Amma İranın bu dəhi zəcrində tamami xəbərlərin hamısı gələcəyə görədir. Külük vuracaq. İllərdir külük vururlar. Amma külük olsun, külük vurdular. Biz bunu niyə xəbər edirik? Vuracaqlar hələ. Ya vurdular. O ki, burada bir xəstəxana tikiləcəkdir. Burada dəmir yolu çəkiləcəkdir. Burada otoban düzələcəkdir. Burada hava alanı düzələcəkdir. Burada nə olacaqdır? Türkiyə elan elədi ki, məsələn, İstanbulun 3-cü hava limanı ya hava fırudgahın düzəldəcək. O xəbər deyil. Amma o gün ki, deyir, ağa başladıq, 85%, %85-i düzəlibdir, xəbərdir. Xəbərdir. Gedirsən, görürsən ki, düzəlir. Gedirsən, görürsən ki, işlir. Deyir ki, burada 1 milyon 300 min nəfər adam işləyəcək. O xəbər deyil. O təbliğatdır. Deyir, birinci fazda işə başlayanda, məsələn, 93 milyon nəfər ildə buradan musafirət eləyə biləcəkdir. Bir zamanda, məsələn, 15 dənə təyyarə bir saniyədə yenib, bir saniyədə qalxa biləcəklər. Yəni, bir zamanda. O halda ki, dünyanın böyük airportlarında eyni zamanda, məsələn, az gəlir. Orada bir itilatı verirsiniz, çünki görürsünüz ki, fizikal bu hazırdır. Bəs bizim bir hadisələrimizi bunu diqqət edirik. Onlar iki gələcəyə görədir, xüsusən İranda çoxdur, onu yazmayacaq. Bir də hər şey ki, xəbərdə. Dedilər ki, bu ən acı xəbərdir. Bir yerdə yadıma gəlir, bu Holocaust deyə, yəni o Yahudilərin Hitler dövründə qətliamı yanması məsələsində bunu bir yerdə işlətmişdilər. Bir dənə mütəxəssis İranlıların haqqında işlətmişdi.
Orada bir Yahudi durmuşdu ayağa demişdi ki neçə nəfər İranda? Məsələn görmüş ki filan qədər. Demiş ki otur yerə. Əvvələn ölüm tərzi fərqlidir. İkinci mizan fərqlidir. Umq faciəni xarablamayın. Holokaust bir faciənin dərinliğidir. Bu da bir məsələ ki dedik. Dostlar, mən əksər xəbərlərə baxıram. Əksər qısa xəbər yazanda görürük ki, o ünsürləri işlətmirik. Xəbər ünsürlərini işlədilmir. Onları bir də təkrar edirəm. Hangi ittifaq ya nə mənə üz verir? Nə mənə ola bilər 1 dənə, 2 dənə, 3 dənə, 4 dənə, 5 dənə olsun. Bir dənə maşın təsadüf eləyibdi, Allah göstərməsin. Eyni zamanda məsələn bir caddədə 10 dənə maşın təsadüf eləyibdi. Məsələn. Bir neçə nəfər yaralanıb, bir neçə nəfər ölübdü. Bir nəfər də yoxdur, bilmirik yanıbdı, yanmayıb. Maşınların bir tedadı yanıbdı. Bir tedadı əzilibdi. Bir tedadı heç də olmayıb, biz ədəcan adca xəsarətdəyik deyək. Bir tedadının biyməsi var, bir tedadının yoxdur. Ambulans gəlir, hadisələr daha bunlar. Bir hadisədə çoxlu hadisə nə mənə çox ola bilər. Ambulans gəlir, bir neçə ölünü, bir neçə yaralını götürür, bir neçə nəfər də ayaq üstə orada bir dərman edirlər, yola salırlar, gedir. Ha zaman, nə zaman, hangi zaman? Zaman da mühümdür. Dünənlər bir xəbərə baxırdım, yazmışdı Diruz. Hətta bunu mən dostlara göndərdim gecə. Umaram ki, o xəbəri yazmış olarlar. İstirdim ki, görüm o zamanı tapa biliblər ya yox. Danışgah Urmiyənin sənəti danışgahında Türk dili başladı. Emruz, bu gün sözü var. O gün havaqçı hangi gündür? İndi o dünən idi, indi həman xəbər bu gündə olar. Yəni elə bu gün oxsuz olar ki, Emruz bu günləri o danışgah dərsə başladı. 50 gündə, bir il sonra da elə oxusuz görürsünüz, bu günləri türkü dərsə başladı. Çünki onun qabağında yazmayıblar. Zamanı pəs müşəxxəsən biz gərək qoruyaq. Ondan sonra kim? Bəzi xəbərlərdə kim var? Bunun nümunələrini dəfələrcə oxumuşam. Xidmətçisə birdən görürsünüz ki, rəis danışgahının adı ilə başlayır, sonra görürsünüz ki, ikinci xəbərdə getdi, filanca bir ayrı adam danışır, üçüncü paragrafda gedir bir ayrı adam danışır. Əslən, bəlli olmadı kim kimədir. Pəs kim də mühümdür biz xəbərdə bəlli eləyək. Nə cür? Məsələn, o təsadüf hadisəsində nə cür olubdur? Harda? Hardalıq da mühümdür. Biz xəbərdə hardalığı da hətmən gərək qeyd eləyək və yazıq. Pəs bu, hər xəbərdə. Bunları niyə təkrar edirəm, dostlar? Çünki ehtimalən bu gündən xahiş eləyəcəyəm ki, bir dənə əks göndərəcəyəm hamıya, ya bir dənə xəbər göndərəcəyəm həriyə ayrı-ayrı, hər kəs istərsə lütfən, ya Telegramda, ya Facebookda mənə adresini versin. Xüsusən Telegramda mən onlara bir şey göndərəcəyəm və istəyəcəyəm onu xəbər yazsınlar, mənə göndərsinlər. Və az vaxt verəcəyəm, yəni məsələn 1 saat vaxt verəcəyəm, bir dənə xəbəri yazsınlar. Qısa xəbər. Mən böyük xəbər istəmirəm, özümün də vaxtım yoxdur, o qədər vaxt qoyam, amma qısa xəbər, yap çoxu 100 kəlmə. Xəbər 100 kəlmədə yetirmədi yazmayın. Görün nə qədər eləyə bilərsiniz ki, həm yetirəsiz, həm də 100 kəlmədə yazasınız. İndi xəbərdə əmanət məsələsi gələndə tərəfsizlik məsələsi gəlir. Xəbərdə tərəfsizlik mümkündür, demişəm ki, bu imkansızdır. Xəbərdə imkansızdır. Şey olsun, tərəfsiz olasınız. Əgər icazə buyursaz, elə burada qalsın bu teori bəhsimiz.
gələn həftəyə qalsın. Gələn həftə buradan davam eləyək. Çünki 38 dəqiqəyə gedirik yavaş-yavaş. Və bu 38 dəqiqə özü çox vaxtdır. Sizin vaxtlarınızı çox alıram, bilirəm. Xüsusən ikinci bölümdə məcbur oluram ki, çox alım. Bu günləri 3 xəbər seçmişəm. İkinci bölümə umaram ki, eləyə bilək o az bir zamanda bunları bir adcasın da olsa hərəsindən oxuyaq, ta sizin vaxtınızı çox tutmayın. Sağ olun, bir qısa ara verək. Qısa aradan sonra xidmətinizdə olacağam bir ayrı məsələ ilə. Buyurun.